Salam aleyküm əziz dostlar, xoş gördük. O dostları ki, baxacaqlar canlı ya, sonradan mümkün də əlaqələri ola baxa. Bilirəm, bizim millətimiz deyimi millətdir. Baxın, deyim yəni nə mənə? Bu, mənim nəzərimə, şərq millətinin bir çoxu, xüsusən müsəlman millətlər deyim millətidirlər. Deyim millət, yəni, bilirsiniz, əkinəcək iki cürədir, yer yasını iki cürədir. Bir dair deyirlər, bir bayir deyirlər. Dair odur ki, onun suyu olar, əkinəcəyi sahibi ora ehtimam göstərər, himmət elər, əkər, sular, qurduna yetişər, alağına yetişər, oradan bir yaxçı əkin götürər. Deyim budur ki, təbiət ora su verməyibdir. Allah da yağış təbiətlə göydən də su yağışdırmır, yağış da kafi qədər yağmır. İnsanın da himməti yoxdur su versin. Onun üçün o yeri əkir, Allahın ümidinə, təbiətin ümidinə çıxır gedir. İşi yoxdur, yağış gələcək, gəlməyəcəkdir, bu hasil verəcək, verməyəcəkdir. Bizim millətimizdə belə bir millətdir. Yəni deyim millətdir, deyimi millətdir. Yəni bir rəhbər çıxarsa, güclü bir adam, silah gücünə bunları birləşdirərsə, bunlar əcib millətdirlər, savaşçı millətdir. Dünyanı alar gedər. Amma əgər bir rəhbər çıxmasa, deyim millətdir. Yəni, afat vuracaqdır, gedəcəkdir. İndi panfarsizm afatı vurubdur. Millətimizin hamısı getdikcə də pisəlir. Çünki nə qədər bu zaylar içində qalsa, belə zay çoxalar. Zay yəni afət vurmuş, xərab olmuş bir şeylər. İndi bizim də adamlarımızın bir çoxu afət vurubdur. Bilirsiniz, demdən çıxmağın şərti var. Bu da budur ki, zəhmət çəkəcəksən. Baxın, insanlar öz-özünə siyasətmədar olmurlar, öz-özünə alim olmurlar. 10 il, 20 il kitab oxurlar, zəhmət çəkirlər, onun bundan bəhs edirlər, axirində eləyə bilirlər, bir dənə kitab oxuya bilərlər. Demlikdən çıxırlar. Dem adam budur ki, oturur, hərə bir söz deyir, o da o sözü təqlid edir. Hifz edir, işlədir. Beynin işə salmır. Demdir bu adam. Dem qarpızıdır. Yəni, ya su olar, bitər, ya bitməz. Buğda da dem əkiblər deminə. İndi ya bitər, ya bitməz. Bizim də zehnimiz budur. Gözlürük ki, bir nəfər gələ, buna bir toxum ata. Bu toxumu atandan sonra ehtimalən bizim də zehnimiz bir bar verə. Əgər o müsait yerə düşsə, yoxsa şorazarlıq olsa beynimiz, o da bitməz. Yəni, onun üçün, dostlar, gəlin əl-ələ verək, kitab oxumağı online, canlı, özümüzə bir vəzifə bilək. Əsən bir vəzifə bilməyək, bir dana kilas qoyaq beləsi. Gəlin kilas qoyaq. Qoyun kilas qoyaq. Bu, xaricəlilər deyirlər ki, fake it, make it. Yalandan elə, ta doğrudan eləyəsən. Yalandan bir işi yap ki, doğrudan yapa biləsən. Yəni, doğrudan yapmağa apara səni. İndi də biz, dostlar, gəlin bu işi görək. Hər halda mən bu işi başlamışam, dostların da bəzisi gülür, keyf elirlər, gülsünlər. Hər işin əvvəli başlayan çox çətindir. Elə ki, biraz gesti üstündən şey olar. Umaram ki, bir gün bizim də kitab oxumaq ev adətinə çevrilə, dostlar arası adətinə çevrilə, qruhlar düzələ, bir dənə kitabı hamımız bərabər oxuyaq. Hər halda, Türkçülüyün əsasları adlı kitab oxuluq, yazan Ziya Gök, Alp 100 il bundan qabaq yazıbdır və 43-cü səhifədə yox. Dünənləri bu səhifənin bir paragrafını oxuduq. Dedi ki, mən Doğu mədəniyyətinin ki, Şərqi Rumadan ya Doğu Rumadan gəlibdir və Qərbi mədəniyyətinin ki, Batı Rumanın, yəni Batı Avropa dedikləri şeyi, onun bir elemanların deyim, gözdən geçirək. Göz gəzdirəlim, dedi beləsi. İndi onu, biz bunun davamına davam verək. Deyir, ərəb mimarisinin ilk modelləri Bizans mimarisidir. Deyir ki, ərəblərin
ilk memarlıqları, yəni şəhərsazlıq, evsazlıq, bu memarlıqda ilk şəhərsazlıqları ya memarlıqları iç memarlıq və eşik memarlıq. Yəni həm xiyabanlar, şəhərin, evlərin eşikləri, həm də içəridə bunun nə cür orada rahat olacaq o. Ərəb memarisinin ilk yəni birinci modelləri, ülgüləri, ülgü ya model, modelləri Bizans memarisidir. Bizans oldu Rumun memarisidir. Türk memarisi də bu iki memarinin qaynaşmasından doğmuşdur. Türkçədə bir memarlığı vardı, deyir biz də özümüzdən gətirməmişik. Biz də bu memarlığı ərəblərdən və Bizanslılardan almışıq. Yəni hər iki tərəfdən almışıq. Birazını Bizanslıdan almışıq, birazını da ərəblərdən almışıq, qatışdırmışıq. Bir nə olubdu? Bu iki memarinin qaynaşmasından, qaynamağı demişik da, nə cürdür? Misalda vurmuşuq ki, ağac nə cür qaynar, bulaq nə cür qaynar. Bunları da misal vurmuşuq. Qaynaşmasından doğmuşdur. Bu doğmaq kəlməsi çox mühümdür dostlar. Yəni farsça zaidən. Doğmaq bir əziyyətlə olar insanda. Heyvanlarda rahat olar. Heyvanların bədəni ona müsaitdir. İnsanın bədəni ona müsait deyil. Bunun üçün doğmuş kəlməsi işlədəndə normalda insanın doğmağını işlədirik. Çünki insan, bu bir cəryandır. Çox belə uzun zaman vaxt aparır, əvvələn hamiləlik kimi. Doğmaq özdə bir dərdisərdir. İndi məsələn biz istəyirik ki, Azərbaycan doğaq. Biz istəyirik bir milli hökumət doğaq. Biz istəyirik bir rifahlı millət doğaq. Görün neçə yüz, indi heç olmasa 100 ildir buna ölü veririk. 100 ildir insanlarımız zindana gedir. 100 ildir çalışırlar. 100 ildir bizim düşmənlərimizin baskısının altındayıq. Onun üçün doğmaq memarlıq da o cürdür. Bilirsiniz ki, biz dünənki səfəndə oxuyanda dedim, bizim normalda taza bir mədəniyyət gələndə əski mədəniyyətin mütəəssibləri onun qabağında cibə tutarlar. Bunun üçün görürsünüz ki, Navardan Xümeyni istifadə elədi, CD-nin qabağında durdu. CD-dən sonra istifadə elədilər, mahvarənin qabağında durdular. Mahvarədən istifadə elədilər, kompüterin qabağında durdular. Kompüterdən istifadə elədilər, internetin qabağında durdular. İndi beləsi gedir. Niyə? Çünki hər şeyə ki, insan adət elədi, qəbul elədi, onun yerinə gələnin müxalif olar. Bir illəti budur ki, çörəkləri oradan çıxır. Taza şeyi başarmırlar. Məsələn, fikirləyin ki, biz kompüter başarmırıq. Bəzilər telefon başarırlar, o qədimə əl telefonlarını başarırlar, mobil başarmırlar. Təbii ki, onlar bu telefonlarla ki, mobildir, müxalif olacaqlar. Gerçəkdə ərəblərlə türklər dışarıdan aldıqları modellərə dini imanlarının, əxlaqi ideallarının ilhamı ilə gəlişmələr əkləyərək olduqca özgün, özlərinə məxsus orijinal, özgün, özlərinə aid, özlərinə məxsus orijinal, məna eləyib özgünü, memarilərə sahib oldular. Biraz uzundur cümlə, 2 sətirdir, amma calibdir. Deyir ki, gerçəkdə, həqiqətdə, doğrudan ərəblərlə türklər bir-biri ilə, ərəblərlə, yəni ərəblərlə bərabər ya ərəblərlə birlikdə türklər də dışarıdan aldıqları, dışarı yəni eşikdən, öz ictimalarından, toplumlarından qaynayıb çıxmayıbdır bu memarlıq. Bəlkə dışarıdan alıblar, eşikdən alıblar, aldıqları modellərə, o aldıqları modellər, ülgülərə dini imanlarının, özlərinin dininə imanları ki var, o imanın əsasında, o dinə olan imanın əsasında əxlaqi ideallarının, əxlaqi arzuları, istəkləri əsasında əxlaqi ideallarının ilhamı, yəni bu ikisinin ilhamı ilə, ilham dedik ki, vəhy kimi bir şeydir. Yəni insana birdən bir fikir gəlir. Kökü deyir ki, o din və əxlaqi arzulardır.
Məsələn, baxın, hicab məsələsi İranda öz-özünə baş verməz. Yəni, birdən-birə bir nəfər deməz ki, sistem gərək hicab ola. Sistem hicab olanda arvadı da örtərlər, kişini də örtərlər, hər şey örtərlər. Baxın, diqqət buyurun. Əvvələn pəncərələr çox cıqqılıdır İranda. Pəncərə. İkinci, pəncərənin üstünə 2 dana pərdə vurarlar ki, görsənməsin. Əvvəl insanlar qəlbi qərədirlər. Niyə? Çünki görür, özü özgənin arvadına ya özgənin ərinə baxır. Bu da bais olur ki, deyir, o da mənim arvadıma ya ərimə baxır. Qəlbi qərə olur. Buradan başlanır hicab məsələsi. Buradan başlanandan sonra əvvəl dədə-nənədən bacıdan, arvaddan başlanır, nənədən başlanır. Bacılar və nənə. Çıxma işiyə, getmə, gəlmə. Niyə? Qorxur ki, özü ki, özgələrin xanımına ya ərinə baxır, oğluna baxır. Bunlar da, mənimkilər də onlara baxarlar, onlar da bunlara baxarlar. Əgər mən onlara bir iş görürəm, bir ədəbsizlik elirəm, onlar da mənim əhliyalıma, nənəmə, bacıma eləyəcəklər. Nəticədə nə olur? Biraz qəlbi-qərəlik üzdən çoxalır. Bu bir. Və şiddət yaradır. Yəni, evdə şiddət yaradır. Bacını döyür, nənəni döyür, kişi arvadı döyür. Ondan sonra yetişir evlənmək məsələsinə. Evlənmək məsələsində qız nə qədər açıq olur olsun, oğlan nə qədər açıq olur olsun, o qərbi-qərə tərəf o adamı körləyəcəkdir. Onun azadlığın əlindən alacaqdır. Onun insaniyyətin, hürriyyətin əlindən alacaqdır. Nə edəcək? Bir zaman içində onu istədiyi ülgüyə gətirəcək. Mən belə olmasan evlənmərəm. Belə giyinməsən evlənmərəm. Belə eləməsən olmaz. Elə eləməsən olmaz. Məsələn, nə bilim, üzvə niqab salacaqsan. Niyə sən salmırsan? Çünki mən istəyirəm mənə baxsınlar. Amma sən üzvə sal ki, sənə baxmasınlar. Bir tərəflilikdir normaldır. İndi ondan sonra görürsünüz ki, yetişdi, evləndilər. İndi bu xanım ya o ağa ev alırlar. Evin divarları gedir göyə. Əvvəl həyətin divarı 2 metr, 3 metr. Sonra da onun başına bəzən simxardar, bəzən şüşə, bəzən bərq vəsf edirlər. Bəzən də sərneyzə qoyurlar. Yəni, o hicab məsələsini aparıram. Deyirəm ki, hicab sadəcə paltar deyil. Hicab düşüncədir ki, məcmuə bir sistem düşüncənin içindən doğur, gedir paltara. Paltara da oradan gedir. Yəni, bu cür deyək ki, əvvəl paltar olsun, sonra bunlar. Yox, bir dana sistemdir. Əmniyyətsizlikdandır. Hər yerdə ki, əmniyyət olmadı. İndi baxın, məsələn, Kanadada bir dana pənahəndə gəlmişdi, mən tanırdım Təbrizdən. Bu, gəldi Kanadaya, çox belə əcibə açıldı. Yəni, xanım idi. Sinələri yarıyacan açıq, bir dana şort, bir dana tap. Yəni, məzərət istəyirəm, fəqət döşləri tapın içində, qalan bədən açıq, bir dana da kiçik şort, çox kiçik şort. Yəni, məsələn, yatmaq şortuna bənzər bir şort. Ondan gecə saat 3-də, 4-də çıxırdı, qədəm vururdu. Kef edirdi, günüzdə dolanırdı. Əlbəttə, Kanadada azaddır, Amerikada da azaddır, Avropanın da bəzi yerlərində azaddır. Kişilərə azad deyir ki, kiçik şortla dolanalar, amma xanımlara azaddır. Ərz eləyim xidmətinizə. Bir gün mən bunu gördüm, gecə gəlirdim, gördüm, tanıdım. Salam aleyküm, dolanırsan, hə, ləzzət aparırsan. Dedi, vallah bilirsən, İran olsaydı 100 nəfər mənə söz atmışdı, 200 nəfər siqnal çalmışdı, filan eləmişlər. Axı belə lüt də dolanıram, biri mənə demişir, salam aleyküm. Bunun üçün də görürsünüz, evlərin divarı yoxdur burada. Bunun üçün də görürsünüz, qərib-qərəlik yoxdur burada. Bunun üçün də görürsünüz ki, pəncərələr yekədir. Bunun üçün görürsünüz ki, pərdə azdır. Bunun üçün görürsünüz ki, qapının işçili rahatdır. Qapının işçili İran kimi 10 dana işçil vurmazlar. Zeddi sərqət vurmazlar. Zeddi dozducir vurmazlar. Yox, bunlar yoxdur. Tamam, bunlarda da şey var. Çox sadə belə işçillərlə məmuli qapıdır. Qoyurlar ora. Təpi ilə vursan açılar. Təpi ilə yox, şüşəni barmağına itələ açılar. Əlivi həyət qapısına, əlivi qapının belə uzaq günə bir dana belə işçildir. Burcunən açılsın, geç-geçcinən həyətə. Ya geç-geçcinən həyətdən də balkona, evə, həyətə, hər yerə. İstəyirəm gələm ki, yəni bu bir sistemdir. Evi indi düzəldib, divarları qoydu, getdi, pəncərələr çıqqılı, pəncərənin dalısından 2 dana pərdə, onun dalısından da bir cür qoyaq səndəli ki,
ya moblumanı bir cür qoyaq ki, üzümüz o tərəfə olmasın. O taydan baxarlar. Olan, yəni adamın, bu bir dənə fərhəngidir. İndi niyə belə olur? Onun burası da var. Oğru var, oğurluq var, kasıblıq var. Kasıblıq əmniyyətsizlik yaradar. Mən hətta bu dövlətlərlə müxalifəm ki, deyərlər, gedərlər terroristi öldürərlər. Çünki terroristi nə qədər öldürsən çox alacaqdır. Kökü nədir? Çünki onun bir batlağı var terrorizmin. O batlaq nədir? Kürd əgər terroristi, Bəluç əgər terror elir, Ərəb əgər terror edir, əgər Azərbaycanlı sabah terror edir. Çünki onun bir şeyi var, səbəbi var. O səbəb nədir? İşsizlik. Hər yerdə insanlar işsizlik ola, maaşları, yaşamların yetirməyə, örtməyə, orada terror çıxar. Orada fəsad çıxar. Orada oğurluq çıxar. Orada oğurluq çıxanda sizdə oğurluq hər şeyə çəkər. Yəni, tək insanlar para oğurlamazlar. Baxın, inqilabdan bu yüzə baxın, onlar ki, yaşları 50 yaşlı ududan baxın. İnqilabdan bu yüzə yavaş-yavaş hər şey gedibdir bu tərəfə. Yəni, bugünkü fəsad birdən olmayıbdır ki, birdən məsələn, hər xanımın 10 dana oğlan dostu, hər oğlanın, hər kişinin 10 dana arvad dostu olsun və utanmasınlar bir-birlərinə, hamısı da bilsinlər. Bu cür deyildi. Bunlar yavaş-yavaş zaman içində insanlar adət eləyiblər o əmniyyətsizliğə. Əmniyyət axtarırlar, əmniyyəti də divarları çoxaltmaqla olmaz. Divarı siz nə qədər yekəsəz, yenə də o gələcəkdir, oğurluğunu eləyəcəkdir. Siz xanımıza nə qədər giydirsəz, yenə də o adam ki, sizə bir söz deyəcəkdir. Şəhərdə gedirsən, hamı çimdiklir, hamı söz atır, hamı mətələh deyir, hamı dəvət edir, gedək məndən ol günən. Niyə belədir? Bunun əmniyyətsizlik hardan gəlir? Bunların hamısı o hicab məsələsidir. Yəni, hamısı qeydir iqtisada, iqtisaddan da qeydir bura ki, hicab məsələsi bir dana fər'i məsələdir o cəmin içində. Məsələn, baxın, insanlar İranda, xüsusən mən İranı bəhs edirəm, müsəlman məmləkətləri bəhs edirəm biraz. Burada görürsünüz ki, çoxlu qızıl alırlar. Gəlin gedəndə qızıl alırlar, getməmişdən qızıl alırlar, o günkü gedəcəkdir qızıl alırlar və xanımların üstündə bir dünya qızıl var. Amma bunun üstünü gərək örtə. Olmaz. Gərək bunun üstünü örtə, açıq qoymaya. Çünki gələrlər oğurlarlar, gələrlər əlin kəsərlər, gələrlər qulağını kəsərlər, apararlar. Məsələn, baxın, bu o əmniyyətsizlikdandır. Paltar da bir belədir, hər şey. Paltar nə gözəllikdə alır alsın, nə rəhdə alır alsın, üstü gərək çadıracaq. Bu, o məcmuədir ki, istədim fəqət işarə eləyəm, biləsiniz ki, bu hardan gəlir. İndi, memarlığı dedik ki, məsələn, orada bir memarlıq doğur. Bu memarlıq əxlaq kəlməsindən gətirdim ki, əxlaqi ideallara görə neynədilər, gəldilər? İlhamı ilə, yəni dinin və əxlaqın ilhamı ilə gəlişmələr əkləyərək, gəlişmələr yəni üstünə taza bir şeylər əlavə eləməklə, gəlişmək əslində demişik, yəni bir mərhələni getmək. Amma eyni halda şükufa olmaq mənasındadır farsca. Açılmaq, inkişaf eləmək, gəlişmələr əkləmək, dostlar, yəni əlavə eləmək. Əlavə eləmək, izafə eləmək, üstünə artırmaq. Türkcəsi bunların hamısından yaxşı əlavənin, izafənin yerinə artırmaqdır. Əkləyərək, yəni onlara artıraraq, həm ərəblərdən, həm Romalılardan bir şeylər aldılar. Amma onlara da özləri, baxın, İslam dini hər yerdədir, amma baxın, Malezinin memarisi ilə, Ərəbistanın memarisi ilə, İranın, Misrin, hamısının Türkiyənin bir-birinə fərqi var. Çünki hər millətin özünün bir dindən bir düşüncəsi var ki, dinə rəngin verir özü, dindən də rəng alır. Və ha belə əxlaqi idealları var. Məsələn, siz bu Kanadada difar görmürsünüz. Difar yoxdur. Bəzi adamlar nərdə qoyarlar, bəzi adamlar təxtə nərdə qoyar, bəziləri dəmir nərdə. Bu həddə. Amma yüzdə heç olmasa deyək ki, 50 əslən divar qoymaz. Əslən divar qoymaz.
Elə bu cürsü. Mən indi nümunə olaraq əlan bir yerdəyəm. Sizə göstərdim. Bir dənə nümunə göstərdim. Dostlar, baxın. Mən əgər eləyə bilsəm bunun videosunu çevirə bilsəm, siz bunu görəsiniz. Fikirəm beləsi olacaqdır. Aha, baxın bu bağa baxın. Bu bir dənə zəmidir. O karxanadır orada. Bunlar da iş yerləridir. Ora bir dənə şey zəmisidir. Qarğıdalı zəmisidir. Hamısı da yetişibdir. Və bu zəminin 150 metr zat eni olar. Bir 2000 metr zat da boyu olar. Bir zəmidir. Və zəmi sahibi da yoxdur burada. Və bura maşın gəlir gedir. Otobandılar. İki tərəfi bunun böyük xiyabandır. Yəni otoban kimi bir şeydir. Amma siz deyincə bir nəfər düşür buradan dərir. Bizim orada görürsən ki, adam bağın dövrəsinə hesar çəkibdir, divar çəkibdir. O divardan adamlar aşırlar, piştək tuturlar, aşırlar, o üzə gedirlər, əlçə dərələr, girdəkan dərələr, alma dərələr, qarpız oğurlayırlar. Yəni, baxın, bu o əxlaqi ideallar, buranı o cür eləyibdir, oranı o cür eləyibdir. Orada əxlaqi ideal odur. Bunu çox danışmayın. Dostlar, istəsələr bunun üstündə ayrı bir zamanlar sorğu suala geçərik, danışarıq. Pəs o dini düşüncəsi də budur. Ha, mən deyirəm beləcə. Bizim dini düşüncəmiz, biz Azərbaycanlı türklərin, hətta Quzey Azərbaycanlı türklərin də dini düşüncəsi farsların təsirində, farsların baxışından aldığımız üçün mütəəssifanə sonucu da o cür olur. Hər halda deyir ki, bunlar əkləyərək, yəni artıraraq olduqca özgün. Özgün, parantezin arasında mütərcim, çevirmən yazıbdır ki, özlərinə məxsus orijinal. Yəni, bir şey düzəldirlər ki, Yunanınki da deyil, Ərəbinki də deyil. Özünə məxsus, özgün, yəni özünə məxsus, özəl, orijinal, əsl. Deyir, bu türk memarlığıdır. Bazarı fərqlidir, tükanı fərqlidir. Məsələn, Təbrizin memarlığına baxsaz, taza memarlıqlar yox. Təbriz memarisi deyir, taza memari Avropadan gəlmə memaridir. Təbrizin memarisi dar küçələr, divarlar uzun. Və əksərən divarlar kərpiclə olmazdı. Bünövrə deyərdilər. Bünövrə yox. Palçıq divara nə deyərdilər? Palçıqla olardı. Mütəəssifanə içində adı yadıma düşmür ki, ona nə deyərdik. Mənim hətta bir əmim var idi, biz Təbrizə gələndə onlar da getdilər. Bəli. Evlərin hətta duvarları belə ta o dam gəlincən, damın üstü, gəlincən şeyin divarın üstünə palçıqla olardı. Palçıq saman. Təbrizin memarlığı buydu. Bəzi pullular eləyə bilərdilər ki, məsələn, bişmiş kərpicinlə, ya çiğ kərpicinlə bişirələr. Təbrizin memarisi buydu. Təbriz çox fəqir bir məmləkətdir. Təbrizin fikri necə ki fəqirdir, özü də fəqir millətdir. Yəni, memarisi də fəqirdir, fərhəngi də fəqirdir, insaniyyəti də fəqirdir, mütəəssifanə. Özlərinə özgün, yəni özlərinə özəl, məxsus memarilərə sahib oldular. Memarlığa bir sahib oldular. Məsələn, bazara baxın. Bazarı da eyni evi kimi üstü örtülüdür. Dükanın şeyi yoxdur. Hamı məğazələrin gərək sınkası ola ya da qapısı ola bağlayırlar. Yəni, o sınka olmasa əmniyyət yoxdur. Dedim, o istəyirəm bu əxlaqilikli, o əxlaq necə özün memarlıqda və memarlıq necə özün əxlaqda, iqtisadda, ailənin içində, camiənin içində, onu fəqət dərk edək. Bunlar ələblərlə türklərin dini karakterlərinin və milli kültürlərinin əksisi ilə oldu. Bu əlavə eləmək, yəni bu memarlıq ki, deyirik, indi türk memarlığı, Azərbaycan memarlığı, Ərdəbil memarlığı, ya İstanbul memarlığı, bunlar ki, deyirik bunların adın. Deyir ki, bunlar
yəni bu memarlıqlar ərəblərlə türklərin, ərəblərlə bilə türklərin də din karakterləri, dinin ünsürləri, farsça əməlkərdir deyirlər. Dinin işləyi, karakter olar dinin işləkliyi, dinin işləkliyi və milli kültürlərinin də ətkisi. Ətki nə deməkdir? Təsir, əsəri ilə oldu. Deyir, bunlar bu iki dənə nə oldu? Bir, o dinin işləkliyi ilə, karakterliyi ilə və bir də milli kültürlərinin etkisi ilə eləyə bildilər ki, Romdan fərqli və ərəblərdən fərqli türklər bir memarlığa sahib olalar. Bununla bərabər, bununla bərabər farscadır, bilə, bu memarilərin ilk modellərini Doğu Roma mədəniyyətindən aramaq konusunda sənət tarixçiləri birləşir. Deyir ki, sənət tarixçiləri, yəni hünərin tarixçiləri, yəni tarixşünasan hünər farsça. Hünərin tarixçiləri bu nəzərin üstündə birləşirlər, müttəhid olurlar ki, bu memarlıq şimdi türklərindir, ilk modellərini, ülgülərini, ilk əvvəliyyə, birinci ülgülərini, birinciləri əslində deyək, Doğu Romadan, Doğu Şərq Rumdan mədəniyyətindən aramaq konusunda, deyir ki, bunu təhqiq eləmək konusunda belə mötəqidlər ki, bu oradan gəlibdir, Doğu Romadan gəlibdir. Bazarı gətirdim ağzıma, bazar üst örtülüdür, dar düdükdür, hər yeri qapalıdır, yəni hər dükanın özünün qapası, sınkası ola, bir də o çarçının ya o şeyin bir dənə də orada gene qapı olacaqdır. Əsli bazarında gene baxsaz fəqət bir baca var. Təbrizə gedin, Ərdəbilə gedin, Zəncana gedin, Qəzvinə gedin. Bir cıqqılı baca var oradan bir işıq gəlir və səlam. Və bilirsiniz bu modern çağın dərdinə dəyməz. Yəni əgər Təbriz bazarında ot düşə, ot tuta, hənç bazarda yəni. Onu söndürməyə imkan yoxdur. Əgər bir zəlzələ gələ Təbrizdə ya Tehranda ya Təbriz bazarında, Ərdəbildə, hər yerdə küçələr dardüdük olduğunu üçün və divarlar uca olduğu üçün daşıb töküləcəklər, yolu bağlayacaqlar. Və çünki hamısı təqribən bir məsalihdən istifadə edirlər. Kərpiçdir indilikdə, ya simandır, ya beton, bülükdür. Təşxis verilməyəcək ki, kimin evi haradır. Ta gələ orada məsələn balasın, ya nənəsin, ya dədəsini axtarıb tapa belə. O qədər bu mədəniyyət hala feylən şeydir. Doğuda seçkinlərə məxsus olmaq üzrə bir dümtək parantez arasında mütərcim yazıb dümbək muziki vardır. Deyir ki, doğuda, şərqdə seçkinlərə məxsus, seçkinlər kim oldu? Adamlar ki, yuxarı səviyyədə təhsilat alıblar, dərs oxuyublar, təxəssüs alıblar və dövlət işlərindədir işləyirlər. Bunlara seçkin deyirlər. Məxsus, yəni bunlara məxsus olmaq üzrə. Deyir, bunlara bir, burada deyir ki, məsələn, bir təbəqiyyə da, bu təbəqiyyə məxsus olmaq üzrə, yəni olmaq üçün, yəni bunlara aid bir musiqi var. Bir dümtək ya dümtək muziki vardır. Türkcəsi zahirən dümtəkdir, dümbək də deyirlər. Bu qaval fikirəm çalma kimi bir şeydir. Deyir, pəs doğuda, məsələn İranda Baba Kərəm muziyi əslində o zərbinəndir və o uşaqbazlar rəqsidir. Yəni, indi bu Əfqanistanda da var. Əsli belədir, yəni bunun əsli bu cürdür. Məsələn, o zamanlar, qədim zamanlar
insanları gedirdilər, öldürürdülər. Onların uşaqlarını, arvadların, cavanlarını tuturdular, əsir edirdilər, gətirdilər bazarda satırdılar. Bunları alan bunun sahibi olurdu. Bunun sahibi olanda İslamın əsasına, İslam deməyək, Həzrəti Məhəmməddən belə bir şey yoxdur. Amma bu mallalar yazdığı Qur'anın, dinin, fiqhin əsasına o adam ki pul verib onu alıbdı, onu eləyə bilər, özü ondan bəhrə bərdari cins eləyə farsda, yəni ondan yata bilər. Eləyə bilər ki, onu kirayə verər, satar. Ya da qonağına töhfə verər gecə, ya günüz, hər zaman. Oğlan olsun, qız olsun, ona fərq eləməz. Yəni, o bu işi görər. Bu mollalar yaratdığı, panfarsizm yaratdığı bir insaniyyət. Diqqət buyurursunuz, bu bir əxlaqdır. İndi bir nəfər alırdı, gətirirdi, onu orada oynadırdı, o da beləsi gərək qır verəydi, ona qırcanmaq deyirik türkcə. O gərək qırcanı idi, qırcanandan sonra bu oğlanı, bu kişini, bu oturanları həyəcana gətirirdi, onlar dururdular, pul verirdilər bu ev sahibına, bu nökərin sahibına, ya bu qızın sahibına və gedirdilər ondan rabitiyə girirdilər. Normalda da oğlanlara çox aiddir. Hətta siz əgər hafizə də diqqət eləsəz, orada da oğlanbazlığı görərsiniz. Yəni bu bir dənə rəsmi fərhəngmiş. Yəni bu cür deyək ki, deyək ki, oğlanbazlıq uşaqbazlıq deyirik də əslində. Əfqanistanda da uşaqbazlıq elə deyirlər. Yəni əgər iştibah eləmirsən, bətçəbazi deyirlər adına. Bətçə olur oğlan. Yadınızda Əfqanlıların farsçasında dəridə bətçə yəni oğlan. Doktor yəni qız. Pesər deyil o. İndi o zaman ki bətçəbazi elirlər, yəni ki bir dənə oğlanı gətirirlər məclisə, o qız libası giyir, qız ədası çıxadır və sonunda da qız kimi ondan, bir xanım kimi ondan rabitiyə girirlər. Bilirsiniz, dediyim kimi təəssüf eləmək yeri yoxdur ki, deyəm, təəssüfənə farslarda belədir. Yox, bu bir dənə fərhəngin bir parçasıymış, farsların fərhəngin bir parçasıymış, onlara da mordi qəbul imiş. İndi də davam təpir, Baba Kərəm adında bu elə həman işi görür, yenə də bəzən görürsünüz ki, hətta mütəəssifənə, burası mütəəssifənə, hətta görürsünüz ki, imamların mövludunda görürsünüz ki, elə bu oğlanları salırlar vəsətə və çox eşvə ilə, şəhvət ilə ona da baxırlar, əllirlər də hətta, bunlar görünür. Pəs deyir ağa, doğuda, şərqidə seçkinlərə özəl, aid bir dümbək musiqisi var idi. İndi bu dümtək bəlkə o ney kimi bir şeydir, çalarlar. Ərəblərdə də var, ona dümtək deyirlər, fikir edirəm. Mən musiqidən heç baş çıxartmadığım üçün bu sahəyə girməyim. Farabi, bilirsiniz, türkdür, Farablıdır. Farabi bu müzik teknikini Bizansıdan alaraq ərəbcəyə axtardı. Deyir ki, bu dümbək müzikin ki, əyana aid idi, onun teknikini, bu müzikin teknikini, bu müzikin fənnini, teknik yəni fənn. Bizim dilimizdə fənn həm maddi şeylərə deyilir, dəstgahlara, zadlara deyilir, maşınlara, zadlara deyilir, onu işləməyə deyilir, həm onu işlətməyə deyilir, həm onu təmir etməyə deyilir, həm də fənn, məsələn, güləşmağın fənni, nəqqaşlığın fənni, bunlar fənn hesab olur. Əslində, fənn işə deyilir. Hər işi ki ola, ona fənn deyir türkdə. Bu müzikin teknikini, yəni fənnilərini, qanunlarını necə icra olacaqdır? Bizansıdan, Rumdan alaraq ərəbcəyə axtardı. Alaraq ərəbcəyə axtardı, yəni onu aldı və ərəbi dillə, ərəb camiəsinə, ərəb kitablarına, ərəb kitab oxucu, o zamanda neçə nəfər kitab oxurdu, neçə nəfər savadı var idi, onlara axtardı. Və onların vəsiləsi ilə axtarmaq da dedik da, yəni, baxın, bir axtarmaq budur ki, biz Təbrizdə işlədirik, mən bir şey itirmişəm, axtarıram. Bir budur. Amma bir də axmaq kəlməsindən var. Axır. Yəni su axır məsələn. İndi axtarmaq, yəni o suyu sən axırdırsan. Axırdırsan. Yəni cərəyan etdirirsən. Məsələn, fikir eləyin ki, indi sizin bağınız var.
orada bir çay var. O çaydan sizə su növbəti var. Gedirsiniz, vaxtında yetişirsiniz ora, o suyu özünüzə axtarırsınız. Yəni oradan ki sizə ayrı adama gedirdi, oradan kəsirsiniz, özünüzü gələ-gələ o arxı düzəldə gəlirsiniz, hər yerdə ki qonşulara gedəcək, onları da düzəldirsiniz. Su onlara getməsin, hətta bir damcısı gəlsin sizə. Buna deyilir axtarmaq. Yəni siz suyu beləsi gətirirsiniz, axıdırsınız, gətirirsiniz. Mütəəddi feilidir əslində türkçədə. Bu bizdə çox işlətmirik bunu Güney Azərbaycanda. Amma bilirsiniz ki, bu elmi bir şeydir. Feili mütəəddidir. İki dənə məf'ulu vardı əslində bunun. Bir o musiqidir, bir də ərəb camiəsidir. Hər ikisi bu feilin məf'uludur. Faili də kimdir? Farabidir. Bu müzik ərəbin, əcəmin, türkün yüksək sınıfına girməklə bərabər xalqın dərin təbəqələrinə yenəmədi. Deyir ki, bu dümbək müziki, dümbək dedim də, mənim indi yenə xatirimə düşdü. Dümbək müziki yaxşı, bağışlayın. Mən oturduğum yerdə bir cənə gəldi. Divardan açdı, gəldi. Yəni pəncərədən gəldi bura. Və geçdi üstümə calibdir. Hər halda dümbək oldu, o zərbi kimi bir şeydir, çalırlar. Onun adı elə, indi də dümbək deyilir, fikir edirəm. Dümbək. Mənim bir zərrə yadıma düşdü ki, belə olacaqdır. Dümbək budur, ney deyil. O ney kimi olanın ayda ayrı bir şeydir. O dümbək müziki əcəm farsların, türkün, bunların millət arasında gəlmədi. Yüksək sınıfına, yüksək sınıf təbəqənin yerinədir. Təbəqə ərəbcədir, sınıfı da ərəbcədir. Amma burada sınıfı dedim, o sınıf əslində işlərin rədifləridir. Dəmirçilik, mollaçılıq, döhtürçülük, mühəndislik. Bunlar sınıfıdırlar. Amma burada təbəqə ünvanında işlənir. Yüksək təbəqə. Yüksək təbəqə kimdir? Yuxarı savadları olan dərbar, ərteşin üst səviyyələri, mollaların üst səviyyələri. İndi mollalar taza bir şeydir. Ha, fikir eləmin, tarixdə var idi. Amma tarixdə görürsünüz ki, Farabini malla tanırlar çox adam. Çünki baxın, Farabinin əmmaməsi kimi bir şeyi var və paltarı o cürdür. Əslən o tarixdə molla yoxdur. Hamı o cür giyinir, Farabi də odur. Fəqət böhlərin fərqi var. Böhlər bəlli edir ki, bu bir alimdir, bu bir dəmirçidir, o bir döhtürdür, o idarədə işləyəndir. Hər halda yüksək təbəqəyə girməklə bərabər, yəni deyir ki, bu musiqi yüksək təbəqənin musiqisi oldu. İndi deyirlər, məsələn, musiqiyə roşən fikri. Məsələn, musiqiyə hünərməndan, musiqiyə əsil, musiqiyə kutəv bazari. Məsələn, bunlar bu cür bölürlər da. İndi bu cürdür. Girməklə bərabər, yəni eyni halda xalqın dərin təbəqələrinə yenəmədi. Deyir ki, amma xalqın dərin təbəqələrinə, yəni insanların o burada dərin təbəqə deyəndə çox geniş anlamındadır. Bir də kültür baxımından dərin ki, qabaqca deyibdi, kültür bunlardadır və bunlarda dərin deyir ki, onlara yenəmədi, yenmək, bilirsiniz, inmaq. Bizim Azərbaycanda yenmək, yəni məsələn, pillədən yenirik, damdan yenirik, aşağıya. Bu yenmək, maşından yenirik. Bir budur. İndi bir şey yenmək nədir? Yəni ki, məsələn, bir dənə adamdan güləşirik, onu yenirik, yəni onu yıxırıq, gətiririk aşağıya. O da yenməkdir. Düşmən ilə savaşırıq, düşməni şikəst veririk, yəni yenirik. İndi deyir ki, bu müzik dərin təbəqəni, yəni onlar kültürləri dərin idi, onları yenəmədi, yəni onları yıxanmadı. Onlara şikəst verənmədi. Bu yenəmədi dəcəndə mütəəddidir. Yalnız, amma ya təhcə seçkinlər təbəqəsinin təkliğində, tək əlində, üzr istəyirəm, seçkinlər təbəqəsinin tək əlində, parantezin içində, inhisarında qaldı.
Mən indi bunu işarə elədim və elə əlanda vardı. Məsələn, hər təbəqənin özünə bir muzik vardı. Məsələn, şah zamanı dərbarın bir muziki var idi. Məsələn, Haidə çox dərbara oxuyardı. Məsələn deyirəm. İndi məsələn, Xameneyinin bir muziği var. Adına Nohəxan deyirlər. Bunun özündə bir ahəngi var, bilirsiniz. Məsələn, Ahəngəran filan. Bunlar hamısı da o şeydirlər. Baxın, bir də muzikdən bizim düşüncəmiz fəqət olmasın. Budur ki, gərək həttəmən o qaval çalına, saz çalına, yox. Məsələn, əzan, Qur'anı oxumaq muzikdir. Və muzik sənəti ilə, yəni hünəri ilə oxunur Qur'an. Mən əgər iştibah eləməsəm, Sudeyf və Müəzzinzadə, bu ikisi, Allah rəhmət eləsin hər ikisinə də, Azərbaycanlıdırlar. Mən eşitdiyim Müəzzinzadə 12 dana havada əzanı oxuyubdur. Hətta birinin özüm qulaq asırdım videosunda, deyir ki, o əzanı oxuduğu ahəngidə, mən ahəngilərin adlarını bilmədiyim üçün deyə bilmirəm. Deyir ki, məsələn deyək ki, Əfşar, ya deyək ki, Yanıq Kərəm. Məsələn deyirəm, ha, bilmirəm, bilmədiyim üçün bunları misal vururam. O Müəzzinzadə bir dana videosu var, orada deyir ki, qoyun sizə yadigar olaraq, məsələn, filan oxumağı şeydə oxuyayım, o Qur'anı oxuduğu, duayı səhər duasını oxuduğu, ya o əzanı oxuduğunda oxuyayım və onda oxur, yəni o ritmidə oxur. Mən musiqi bilmədiyim üçün bunları çox deyəmirəm. İstədim deyəm ki, yəni musiqi sadəcə deyil. Məsələn, əgər biri işi deyir, bu özü bir musiqidir. Yəni indi bunun yanına bir siz ayrı bir vəsilənin və alətin də səsin bunu əlavə elərsiniz. Musiqi məsələn gedər olar üzdən eləyə bilər ki, daha gözəlləşsin, daha şəkilləşsin, daha çox təsirli olsun, daha məsələn həyəcanlı olsun, filanlı olsun. Məsələn, Qəmər Bəni Haşimin buna bir şeir yazılıb Təbrizdə, Ərdəbildə ya Təbrizdə buna bir şeir yazıblar. Bəlkə də Urmiyədə. Urmiyədə, bəli, fikrim Urmiyə. Mərağəlidir əslində fikrim. Fikrim Mərağəli bir şairimiz Əbbasi adında, cənabları adında, Allah səlamət eləsin, Həzrəti Əbülfəzə bir şeir yazıbdır. Onu məsələn İranda Nohə oxuyublar, sinə vurublar. Mən heç vaxt onu ağlamamışam. Türkiyədə bir xanım onu oxur. Türkiyədə bir xanım onu musiqi ilə oxur. Yəni 10-15 nəfər saz çalırlar, ənva sazları çalırlar və o xanım onu oxur. Və bunu mən bir dəfə olmayıb ki, qulaq asam, ağlamayam. Və mollalar bundan müşkülləri var. Yəni onda əgər gəlsələr bundan musiqidən himayət eləsələr, onların işi xətərə düşər. Çünki onlar çıxacaq mənbərə ya gedəcək Mərsiyə deyə, məsələn, oradan pul qazana, onuncu fəqət təhcanına ağlamaqdır. Əgər istəyə gedə bir dana orkestrin gedə orada ağlada, onda orkestr oradakılara şərik olar. Da bunlar bundan bizə çox da şəhvətranlıq eləyənməzlər. Hər halda, yalnız təkcə bu fərq ilə ki, seçkinlər təbəqəsinin təkəlində qaldı. Deyir ki, bu musiqi, dümbək musiqisi seçkinlər, yəni yuxarı, yüksək təbəqiyə aid oldu. Seçkinlərə təkəlində qaldı. Təkəl, qabaqcan demişəm, tək əl də, yəni bir dənə əl, tək əl. Hər nədə ki, bir əl oldu, o inhisardır. Bunun adı inhisar. Məsələn, fikir edin ki, mən qət taciriyəm. Qəndi İrana mən gətirirəm. Bu təkəlliqdir. Məsələn, dəmir mədənləri mənim əlimdədir. Bu da təkəldir. Yağ karxanaları mənimdir. Genə təkəldir. Qızıl, məsələn, sikkə mənim əlimdən gəlir gedir. Bu da təkəldir. Zobahənindən mənə fulad vardı, mənim əlimdə. Bu da təkəldir. Bunlara inhisar deyirlər. Farsca, türkcə təkəldir. Bu səbəblədir ki, müsəlman millətlər memaridə olduğu qədər bu doğu muzeyində də orijinal bir çeşilik göstərmədilər. Deyir ki, tüm musiqi yüksək təbəqiyə seçkinlərə özəl qaldı. Diqqət buyurun, burasından diqqət buyurun. Deyir, bu səbəbdəndir ki, yəni bu dəlilə görədir ki, müsəlman millətlər memaridə olduğu kimi, memaridə deyir, hərənin özünün bir şeyi var, memarlığı var. Çox mütənəvvi memarlıq vardır. Hər millətin özünün, hər kültürün özünün bir memarlığı var. Deyir ki, memaridə olduğu qədər bu doğu muzikində də orijinal bir kişilik göstərmədilər.
Deyir ki, doğu muzikdə, yəni Rumadan gələn muzikdən ki, dümbək muzikidir, onda orijinal, əsl olaraq, özləri əsli bir şey yaratmadılar. Bir kişilik burada karakter, şəxsiyyət göstərmədilər, yəni bir nübug qoymadılar ortaya muzikdə. Onun üçün deyir ki, biz dümbək muzikini çox mütənəvvi görmürük, milli muzik görürük. Türkün xalq təbəqəsi əski uzaq doğu mədəniyyətində yaratdığı melodiləri davam etdirərək milli bir xalq muziki vücuda gətirdi. Deyir ki, Rumdan gələn muzikə millət üz qoymadı. Fəqət seçkinlər getdilər. Deyir ki, Türkün xalq təbəqəsi yəni seçkinləri çıxın qırağa qalanı, xalq təbəqəsi, yəni millət olaraq əski uzaq doğu dedik ki, Japon, Çin, bunlar. Bu tərəfdən əski uzaq doğu Asiyayı şərqiyə dur, ya Asiyayı dur şərqi. O, farsca deyilir, ərəbcə deyilir. Əski uzaq doğu mədəniyyətində yaratdığı melodilər. Deyir, o zaman bir melodilər yazılmışlar, neçə min il bundan qabaq. Davam etdirdi, deyir, onları davam etdirdi. Millət deyir ki, onları saxladı, onları davam etdirdi. Bu nədənlə doğu muziki, doğunun heç bir millətində milli bir muzik biçimini alamadı. Deyir, bundan belə, doğu muziki, yəni Rumanın muziki, şərqin muziki, doğunun heç bir millətində, şərqin heç bir millətində, yəni Türk, Ərəb, Əcəm, hansısı olur olsun, heç bir millətində, Malezi, Endonezi, Hindistan falan, bunlarda heç birisində millətində milli bir muzik biçimini, milli bir muzik vəziyyətini, durumu, şəraitini almadı. Bu muzikə İslam musiqisi denilməməsinə başqa bir nədən daha vardır. Deyir, o musiqiyə İslam musiqisi deyilmədi. Amma onu belə deyir. Deyir, bu muzikə, o dümbək muzikinə İslam musiqisi denilməməsinə, yəni ona bu ad verməməsinin səbəbi məchuldur bu. Denilməməsinə, deyilməməsinə. Başqa bir nədən daha vardır. Başqa bir dəlil daha vardır, əlavə vardır. Artıq bir dəlil də var. O nədir? Bu müzik müsəlman millətlərdən başqa ortodoks millətlərin, ermənilərin, yəhudilərin də tapınaqlarında söylənməkdədir. Deyir, bir dəlil də budur ki, bu müzik, yəni o muziki, dümbək muziki, diqqət buyurun, indi görün hara getdi. Söz haradan gəldi, hara getdi. Bu muzik, yəni o dümbək muziki müsəlman millətlərdən başqa, müsəlman millətlərində hansısı olur olsun, bu millətlərdən əlavə artıq ortodoks millətlərin, ortodoks bilirsiniz, Məsihiyyətin bir parçasıdır. Ermənilərin, Yəhudilərin də tapınaq, ibadətgahları, məbəd, farsca, ərəbcə məbəddir. Farsca bilmirəm nə mənədir. Yəhudilərin də tapınaq məbədlərində, görürsə adlarını demirmiş, məsələn, onun kilisasında, bunun kənisəsində filan bəhman. Deyir ki, ya ermənilərinki bilmirəm nə deyirlər məsələn, tapınaqlarında, yəni məbədlərində söylənməkdədir. Deyir, onu hala oxurlar, söylənirlər. İndi diqqət buyurun, bizim müsəlmanların, məsələn, dərvişlər, sufilər, xangahlar və zorxanalar o dümbək şeyin işlədərlər. Musiqisi. Yəni siz zorxana havasına qulaq assaz, dümbəkdir. Məsələn deyir, Bismillahir... Bu onun məsələn havasıdır. Şeyə gedirsiniz, dərvişlərin içinə gedirsiniz, ya sufilərin içinə gedirsiniz, qavallardır, yekə-yekə, içində zəncir. İndi əlbəttə bu farsların özləri demişə xeyri sərindən, başlarının bəlasından, onun mənzuru xeyrisər, bu da ki, başlarının yaxçılığından, yox, xeyrisər yəni bəlasından. Başlarının bəlasından biri budur ki, indi Kürdlər, Ərəblər, Farslar, Türklər, Türkəmənlər, hamısı musiqi qruhu təşkil verirlər, qaval örgədirlər. Hamısı Fars musiqisini fəqət çalırlar. O da nədir? 4 dana zərbədir da, 4 dana zərbə ilə, mən bunun adını qoymuşam həlqə.
Bir dənə həlqədir, düzəldirlər. Məsələn, 1, 2, 3, 2 dənə də bu əl, məsələn. Bu elə daimən təkrar olur. Bir dənə də vəsətdən taq vurur da. Burada qurtulur, bir də başlayır həmanı. Bir də həmanı. Musiqisi də həmandır, sazı da həmandır. Hər şeyi həmandır. Yəni bir dənə bir qalıb düzəldirlər əvvəl ki 10 saniyə ya 15 saniyə də ən çox çəksə, bu 15 saniyəni bir oxumaq ki 10 dəqiqə də sürə, yarım saat da sürə, onu təkrar eləyəcəklər. Qavalçı da onu aparacaqdı, saz çalan da onu aparacaqdı, gitarçı da onu aparacaqdı, zırnaçı da aparacaqdı, o birisi də bu birisi. Deyir ki, mütəəssifانه bu görürsünüz ki, hətta girib dedi, bizim xanqahlarımızda da o musiqi vardı, yəni o dümbək musiqisi vardı. Mən də bunu dedim ki, hətta müsəlmanlar da var. Hətta bilirsiniz ki, Rıza Şahdan sonra mollalar biraz ayrı kilas oldular. Yəni paltarların, Rıza Şah gəldi, hamının paltarını dəyişdirdi, mollalara dedi, siz bu paltarı giyəcəksiniz. Budur ki, Rıza Şah mollaları tutdu, sərbazçılığa da bunlar yalandı. Yalandır. Ona can sərbazçılıq icbari deyildi ki, bu gətirə zorundan sərbazçılığa yapar. Bu özü sərbazçılığı icbari elədi hamıya. Onları da muaf elədi. Onların da bir iddəsini əvvəl tanımır, düşün dedim, hamı paltar giyirdi. Bəzi adam deyirdi ki, ağa, mən üçün molluyam, uşağıma da molla paltarı giyirəm, qurtuldu. Uşaqlıqdan gördün ki, uşağın 6-7 yaş var, molla paltarı giyibdi, seyiddir, molladır. Məsələn, da buna əl vurmaq olmurdu. Bunlar biraz o yalanlardır ki, bizə öyrədiblər. Ərəblər məntiqi, fəlsəfəni, ərəblər, gərək beləsi yazılıydı, virgül, ərəblər məntiqi, fəlsəfəni, doğa bilimlərini və matematiki Bizansıdan çevirdikləri kimi gözəl konuşma, əruz, qramer və sentaks kimi estetikə və dilə aid bilimlərdə də oradakı yönətəmləri örnək alaraq aldılar. Deyir, ərəblər neynədilər? Diqqət buyurun. Deyir ki, burada biraz mənim nəzərimə fərqli düşünür. Mənim fərqli düşünürəm dostumuzdan, yazan Allah rəhmət eləsin. Deyir ki, ərəblər məntiq elmin düz deyir, fəlsəfəni onu da düz deyir, doğa bilimlərini, doğa yəni təbiət. Təbiətdə hər nə elmi vardı onu, məsələn göylər, yerlər, ağaçlar, heyvanlar, əgər bunları mütaliə eləyiblər, onları, doğa bilimlərini və matematik deyirik, latincə matematikdir, türkçədə hətmən matematik deyilir. Deyir, matematiki, yəni riyaziyyatı, hesaba, həndəsəni, bunları Bizans olur Rumun payitəxti. Bizansıdan çevirdikləri kimi oradan çevirdilər, tərcümə elədilər. Çevirmə türkcədir, tərcüməni ərəbcədir, onun şeyidir. Tərcümə kimi, yəni ona tay, gözəl konuşma. Gözəl nədir? Gözəl danışaq. Bunun adı nədir? Ərəbcə bəlağət, elmi bəlağət. Deyir ki, gözəl konuşma. Əruz bilirik da, şeirin qanun qaidələridir. Əruz. Qramer, dilin yazma qanun qaidələridir. Və sentaks. Sentaks da, əziz dostlar, dostumuz özü tərcümə eləyib, yazıbdır ki, sərf-u nəhv. Məsələn, bir dənə feili zərəbu. Məsələn, bunu nə cür səhv olacaqdır, məsələn, əcvəf-i yayi nədir, əcvəf-i vayi nədir. Bunlar, məsələn, belə bir şeylərin üstündə danışır. Kimi estetiyə, yəni hünərə, latincə sözdür, və dilə aid. Estetiyə və dilə aid, yəni hünərə və dilə aid, dilə özəl olan bilimlərdə də, dilə aid, hünərə aid bilimlərdə də, bilim yəni elmlər, elmlərdə də oradakı yönətəmləri, oradakı yönətəm, müdiriyyət, rəviş, şivə, bunlar farsdır, şivə ərəbcədir, türkcədir şivə elə bil. Fikir edirəm ki, türkcədir şivə. Yönətəmləri hər halda müdiriyyəti, rəvişi, idarəni örnək alaraq aldılar. Onu nümunə tutdular. Dedilər, bax bu dildə belədir, biz də beləyək. Orada deyir ki, onu nümunə, ülgü tutdular. Özlərinin dilin o ülgüyə əsasən yaratdılar. Necə ki, fars mədəniyyəti şeirin, əruzun, qafiyəsin, dilinin dəst qramerin, sərf-i nəhvin hamısını təqribən ərəbdən aldı və onu örnək olaraq ülgü tutdu və bunu aldı. Mütəəssifانه bizə də bu keçibdir.
Deyir, yəni doğu, o Rumun təsirini göstərir buradan. Tibbdə Hipokratın və Calinusun yetişdikləri öğrencilərdən alındı. Deyir, tibbdə, yəni döktür pezeşki farsça, tibbdə, yəni tibbdə Hipokratın bir adamdır ki, o zaman döktürmüş qədim zamanlar və Calinusun, o da bir döktürüymüş. Adı Calinus, onun da adı Hipokrat. Deyir, bunun yetişdirdikləri, yəni danışçılar, farklı təhsil elədikləri, yetişdirmək, yəni bunları təhsil, təcrübə ilə, öğretimlə, təlim, tərbiyyətlə bunları yetiribdir, bunlar döktür olublar. Tibbidə mütəxəssis, uzman olublar. Öğrencilərdən aldılar. Deyir ki, o yetişdirdiyi öğrencilərdən, tələbələrdən, indi biz Azərbaycanda tələbə deyirlər, öğrencilərdən aldılar. Alındı. Yəni tibbi də onlardan aldı. Yenə də deyir ki, tibbi də Hipokrat və Calinusun danışçılarından deyir, əslində aldı. Beləsi deyir. Özətlə, xülasə deyək də, ərəblər bilim, fən, fəlsəfə adına ağıl, əqliyyat yəni və denəyə, təcrübəyə dayanan hər nə varsa Bizansıdan aldılar. Deyir, xülasə deyək, ağaba, özətlə, xülasə, ərəblər bilim, elm, fən, yəni teknik. İndi biz də buna teknik deyirik, amma bizim Türkçədə fənni deyilir. Yenə də buna. Məsələn, mən təraşkarlıq eləmişəm bir müddət. Ona deyirlər ki, məsələn, hətta herfə və fən deyirlər. Belə, əslən beləsi deyim. Bilirsiniz ki, orada dedim onu. Herfə və fən. Fəlsəfə adına ağıl. Bir fəlsəfə adını qoydular fəlsəfə, amma nə mənə aldılar? Ağıl, əqliyyat. Ağıl nəyə işlər? Yəni təbiiyyatdan sonra, fənnidən sonra bir dənə də əqliyyat var idi. O əqliyyatın ağıl və denəyə. Denəy dedik ki, təcrübə. Dinəmək, yəni təcrübə etmək. Dinəyə, yəni təcrübəyə dayanan hər nə varsa, təcrübəyə dayanan hər nə varsa, indi siz nə mənə təcrübə eləyin. Hər nə mənə təcrübə eləsəz, Bizansıdan aldılar, yenə də Rumdan aldılar. Sonralar, yəni ondan sonralar əcəmlər kimi, türklər də bu bilgiləri ərəblərdən öyrəndilər. Sonralar əcəmlərə tay, yəni farslara tay, türklər də bu bilgiləri, o ərəblərdə var idi, bu bilgiləri ərəblərdən öyrəndilər. Ya indiki bilgilərimizi ərəblərdən öyrəndik. Sərbəst düşünülüb, ərəb filosofları Məşşai və İşraqi adları ilə ikiyə ayrılmışdılar. Deyir ki, sərbəst düşünüşlü, sərbəst düşünüşlü ərəb filosofları, deyir ki, ərəblərin filosofları sərbəst, yəni azad, müstəqil, bağlı deyildilər. Sərbəst düşünüşlü ərəb filosofları ki, sərbəst idilər, azad fikirləşirdilər. Məşşai və İşraqi adı ilə bu iki adla ikiyə ayrılmışdılar, ikiyə bölündülər. Məşşa, əziz dostlar, mən bunu bəzən eşitmişəm, mənim nəzərim var. Məşşa ərəbcədə yəni yol yeriyən, çox yeriyən özdə, nəccar kimidir. Nəccar cır verər da, cırır, yəni ağacı hey yontar, cırar, olur nəccar. Məşşa da çox yeriyən. Əlbəttə bilirəm, məşşatə də ehtimalən bundan olacaqdır. Bəlkə də ayrı, əlbəttə tığ var onun, ayrı bir şeydir. Bəli, istədim deyəm ki, bəlkə də bundandır. Məşşa çox yeriyən. Gəliblər deyiblər ki, bu filosoflar Yunanda iki dənə məktəb var idi. Biri Məşşa idi, biri Rəvaqi. Məşşailər onlar idilər ki, deyirlər ki, bu ustad yol yeriyərdi. Yol yeriyə danışçılar da bunun yanıncan, öğrencilər də bunun yanıncan olardı, bəhs elərdilər. Bunu mən təcrübəyə şəxsən eləmişəm. Siz vərzişi çox sürətlə eləməsəz, biraz mülayim, çox da mülayim yox, vərziş eləsəz, fikriniz işə düşər. Və əgər o zaman şeir desəz, ya bir fikirləşəz, həm də uca, zehniniz daha sürətlə işə düşər.
ki qahən sözün zehninizdən dalıya qalar. Zehnidə söz gələr, dilə gəlincən görərsiniz ki, zehn gedib qabağa. Bu sistemin adını qoyublar, deyirlər, bunlar üçün yol yox, bu deyil. Onların baxışları dünyanı hərəkətdə görürdü. Onların fəlsəfəsində dünya hərəkətdə idi və hər şeyin zərrələrə bölünürdü və kiçik zərrənin kiçik zərrəsi var idi. Və çox adamlar bunu qəbul eləmirdilər. O halda ki, rəvaqilər bu cür deyildi. Onda gərək yaxşı rəvaqilər də məsələn vərəq vururdular bir şeyi ona görə. Yəni otururdular bir yerdə. İndi deyəcəklər ki, o zaman mis səndəl var imiş. Yox, mis səndəl o zaman yox idi. Bunlar hamısı çertipertdir. Onun üçün də görürsünüz ki, şahlar elə yap belə indi deyirlər təxtə çıxdı. Çünki təxt şaha aid idi, səndəl şaha aid idi. Ondan sonra millətdə bu şey yox idi ki, pul yox idi ki, gedə nəccara deyə mənə təxt düzət, mən təxt üstündə yatacağam, ya təxt üstündə oturacağam, ya təxt üstündə yeyəcağam. Bunlar ki, filmlərdə görürsünüz, bunların hamısı əski mədəniyyəti yeni mədəniyyətlə səhv eləyiblər. Yeni mədəniyyəti soxurlar əski mədəniyyətin içinə. Məsələn, mən hətta Osmanlı tarixinin filmlərini görürəm. Adamlar səhmə ilə gəlirlər, gedirlər fərşin üstünə, kilimin üstünə, obada. Obada bu işi görsən, adamın dədəsini yandırırlar. Çünki onu gərək gündə yuyə. O xanım onu yumağa, özü də susuz məmləkətlərdə. Hər halda nəzərimə gəlir ki, burada bir rəvaqilər, əgər mən səhv eləməsəm, bəlkə də səhv eləyirəm, bunu görə filsuf dostlarımız, məsələn, Taha cənabları həm gələ fəlsəfə dərsi deyə, həm də bunları bizə örgədə. Məsələn, rəvaqilər fikir edirəm ki, mötəqiddirlər ki, əgər bəzi şeylər bölünsə də, zərrəyə yetişəndə zərrə bölünməz. Yəni, onlar bir sabit bir şeyə mötəqiddirlər, cövhərə mötəqiddirlər. Cövhər hərəkət eləməz, deyişməz. Vəli məşailər cövhərin deyişməsinə etiqadları var. Hər halda, mən fəlsəfədən çox baş çıxatmayayım, təxəssüsüm deyil, onun içində danışmayayım. Biraz oradan-buradan bilirəm, biraz azca. Məşailər Ərəstunun, İşraqilər Əflatunun yolundan gedirdilər. Üstə o zih verir ki, məşailər kimdilər, İşraqilər kimdilər? Bilirsiniz ki, sorularda biz fəlsəfəyə işraq deyə biz sorular çıxartmışıq. Yəni, Molla Sədra, Zəncanlı Molla Sədra işraq fəlsəfəsini yaradıb. Amma burada görürsünüz deyir ki, işraq çox qədimidir. Məşailər Ərəstunun öyrənciləri və işraqilər də Əflatunun yolundan gedirdilər. Bunlar deyir ki, onu davam edirdilər. İran, Əcəmlər, Türklər və Ərəblərdə olan bölümlər beləsi gedirdi. İki yerə bölündülər. Məşrai və İşraqi. İşraqilər. İndi İşraq niyə deyirlər? Bu tərəfdən də deyək. Çünki Əflatun belə olur, İşraq olur. Mötəqiddir ki, o Mosul Əflatunidə insan bir quyudadır. İşraqı olmasa, yəni o quyudan çıxmasa işi heç kəs görə bilməz. Gördüklərin hamısı kölgədir, əsli deyil. Bəs İşraq oradan gəlir. Məşailəri də ki, biraz ərz elədim ki, şeydiləndirildi. Və yenə də bunu da deyim ki, mütəəssifanə Əflatun dünyanın bədbəxtliyinə səbəb olan filosofdur. Çünki dinin payasını qoyan adamdır və peyğəmbərlər bundan sonra çıxıblar. İddiayı peyğəmbərlik eləyiblər. Cəlibdir, mən Günaz TV-də bir bərnamə aparırdım. Quranda inqilablar, inqilabda Quran, belə bir adı yox, Quranda inqilablar. Və orada gəldim Həzrəti İbrahimə yetişəndə dahi davam vermədi, qoymadılar. Günaz TV bərnaməni dedi, dəyişdirin, farsça bərnamə aparın. Orada İbrahimin yalanlarından mən Quranda danışdım, bir fikrin bir cələsə danışdım. Bilirsiniz ki, peyğəmbərlər deyirlər ulul əzmidir və qeyri ulul əzmidir. Ulul əzmilər yalan danışmazlar. Amma bilirsiniz ki, İbrahim çox bəh yalancıymış. O cümlədən Quranda yalanının birinin üstü açılıbdır. Deyir ki, İbrahim gedir arvadı ilə bərabər, qaçırlar gedirlər Misrə. Misrə girəndə, indi nə cür olur? Bu deyir ki, deyirlər Misrin bir şahı var, Misrin Fironu. Gözəl arvad görəndə onu alır. Bu da tamahşar bir adam imiş ehtimalən. Şahının nə işi varmış? Məsələn, niyə gedib şahı görəcəkmiş ki, məsələn, ehtimalən istirmiş ki, bundan bir icazə ala, bir iş məbəd düzəldə.
Doğrusunu desək. Çünki bu İbrahimin işi məbəd düzəltməkmiş. Hər yerə gedərmiş, orada fori özünə bir imamzadə düzəldərmiş, oradan pul çıxadarmış. İnsanlar gəlsinlər burada nəzir niyaz versinlər, mən o nəzir niyazla sərvətlənim. Güya ki, Misrə də gedəndə belə bir hədəfi olduğu üçün gedəcəkmiş Misri görsün. Deyir ki, xanımına, gedir Misrin yanına, Misrin hakiminin yanına. Misrin hakimi soruşur ki, hə, oradan, buradan, işdən, gücdən danışandan sonra hardan gəldi, nə cür deyir. İndi biraz ittəlaat alır da. Alandan sonra soruşur ki, xanım kimdir yanındadır? Deyir ki, Quran burada biraz şəkkə düşür özdə. Calibdir, Allah şəkkə düşür. Deyir, bilmirik ki, bu bunun dedi ki, şeydir. Bacımdır, ya xalamdır məsələn, ya əmməmdir. Belə bir söz dedi. Demədi ki, arvadımdır. Deyir, Misrin şahı fərən dəstur verdi, təhqiq eləyin, görün, bu qız gözəldir məsələn. Görək dərdimizə dəyər, dəyməz. Bu adamın olmasa biz bunu bir alaq istifadə eləyək. Təhqiq elədilər, gəldilər, qurban, bu şeyin arvadıdır. İbrahimin arvadıdır, qorxusundan yalan deyibdir. Çağırdı İbrahim, dedi ki, ola niyə yalan demisən? Sən yekəlikdə adam bir ticarətə, bir işə gəlmirsən bura. Bir iş başlayacaqsan burada. Niyə arvadığı dedim, mənim arvadım deyil? Sən bu yekəlikdə yalanı niyə dedin? Bu yekəlikdə yalanı deyən bu milləti toğlamağa gəlibdir. Mən səni Misrə qoymaram. Nə istəyirsən, bu da 50 dana qoyun verdi. Dedi, bunu təpi ilə vurun, salın işiyə. Təpi ilə vurdular, gəldi, getdi, Kəbəni düzəltdi, bizi saldı bugünkü günə. Hər halda Quranın dediğidir, mən özümdən demirəm. Yəni, İbrahim Peyğəmbərə mən yalan bağlamıram. Qurandan belə bir hikayə var. İndi bunu insanlar, bunu deyim, insanların da hər şeyə təəssübləri var. Bunu iş üçün istəyirəm deyəm, yadımdan. İnsanların bir şeyə təəssübləri olsa, o təəssübləri olduğu şeyi düz görərlər. Yaxud ayrı mənada danışdırırlar. Məsələn, Quranda diqqət buyurun, təəssübü görsədir, bir dana işi iki adamın gözündən görsədir. Nədir? Bir Musa var, bir də Firon var. Bunlar iki dana müxalif düşməndirlər. Musa onları Allahsız bilir. Çünki Musanın Allahı Quranda danışır. Fironun Allahı ki danışmır. Şeytanın Allahı Quranda, şeytan Quranda danışmır. Allah danışır. Bizim inancımız budur. Çünki Quranda şeytan ağzını açıb bir cümlə yoxdur şeytandan. Ki şeytan deyir ki, insanlar bu işi görün ya görməyin. Görsəz belə olacaq, o işi görsəz belə olacaq. Bunu hər nə vardı, şeytanın ağzından əgər bir söz hətta Qurandan çıxıbsa, onu Allah deyibdir. Biz Allahın ki, şeytanın düşmənidir, onun ağzından bir sözü eşitmişik ki, şeytan belə deyib. Mümkün şeytan heç onu deməyibdir. Mümkün deyil, ona Allah özü şeytanın ağzına qoyub, məsələn ki, mən beləsi düşündüm ki, şeytan belə deyəcək, məsələn. Mən onun tərəfindən dedim. Beləsi. Hər halda, görürsünüz ki, orada Fironla Musa gəlirlər bir-birinin qabağına. Firon deyir ki, mənim Allahıma iman gətir. O da deyir, sən mənim Allahıma iman gətir. Niyə iman gətirim? Deyir ki, mənim Allahım adamları doğuzdurar da öldürər də. Deyir, mən də o işi görərəm. Bir şey deyək ki, mən də adamları doğuzdururam da öldürürəm də. O arvadı qoymaram doğa, öldürürəm. Böyük adam da öldürürəm. O arvadı qoyaram doğar, qalar, doğar. Tamam, bu da mənim əlimdə. Deyir ki, mənim Allahım filan elər, bəhman elər. Günü sağdan çıxadar, ondan çıxadar. Deyir, nə bilirsən, onu bəlkə mən çıxadır. Əlbəttə, burası yoxdur. Deyir ki, onu mən çıxadırım. Sənin Allahın xəbəri yoxdur, məsələn, bu günü çıxadır. Hər halda, bu şeydə deyir ki, mənim Allahın möcüzəsi var. Deyir ki, möcüzəsi nədir? Deyir ki, mən Allahın əmri ilə, məsələn, ağacı ataram yerə, ilan olar. Deyir ki, tamam, bunu mənim də adamlarım görür də. Deyir, get, məsələn, gələn həftə şənbə gəl. Mən də bu şeyləri çağırım, bu mütəxəssisləri çağırım ki, ağacı ilan edirlər, gəlsinlər. Diqqət buyurun, hamı gəlir, hərənin əlində bir ağac var. Bir dənə də ağac Musanın əlində var. Diqqət buyurun, İslam təəssübü görsədəm Quranda. Onlar deyir ki, o zaman ki, Fironun adamları, ağaçları atırlar, yerə sehr elirlər. O ağaçlar ilan olurlar və hərəkətə gəlirlər. Onlara deyir ki, və səhərə, onlar sehr elədilər. Musa atanda yerə deyir ki, bu möcüzə elədi. Həmandır, bu da ağac atır yerə, bu da ilan olur. İkisi də bir iş görür. Yəni, ikisi də ağaçlarını atırlar yerə, ikisi də bir heyvana çevrilir. İndi bu doğrudan heyvan olur, təxəyyülü heyvan olur, biz bunu bilmirik. Amma
Belə bir hekayə var. Bu hekayədə Quranda görürsünüz ki, bir dənə əmələ iki tərəfdən baxılır. Əgər sənin olsa, adına deyirsən möcüzə, tərəf bu işi görəndə adına deyirsən cadu. Diqqət buyurdunuz. Bu o çox ciddi bir şeydir. İnsanlarda bu üz verir və siyasətdə də daima bu gedir qabağa. Tamam, bunu gəldik buradan yetişdik ki, dinə bağlı İslam hakimləri də mütəkəllim və mütəsəvvif adları ilə ikiyə ayrılmışdı. Dinə bağlı, yəni İslam dininə bağlı İslam hakimləri, yəni xəlifələr bir zamanlar, sonra sultanlar və imperatorlar və onlara bağlı olan adamlar. Hakimləri də mütəkəllim nə deyən danışan və mütəsəvvif. Mütəsəvviflə, danışanla mütəkəllimlə mütəsəvvifin fərqinə diqqət buyurun. Adları ilə ikiyə ayrılmışlar. Bunlar da deyir, bu hakimlər iki yerə bölündü. Biri dəs oldu mütəsəvvif, biri dəs oldu mütəkəllim. İndi mütəkəllim nədir? Mütəkəllim yəni nə deyirlər bu, mənbərə çıxarlar, susxənranlıq elərlər, farsça susxənran. Aparıcı, danışqan. Mütəkəllim yəni bu. Fikir sahibləri. Bu elmi şeydən alıblar. Bizansdan alıblar, Rumdan. Bunu elə hamımız bilirik ki, muizə şey. Mütəsəvvifə nədir? Mütəsəvviflər təvsif elərlər. Sifətləri sayarlar. Məsələn, bunlar susxənranlıq elərlər, məsələn, çalışırlar, bir dəlil gətirirlər filan bəhman. Amma mütəsəvviflər Allahın məsələn ismlərindən danışarlar. O istərlər ki, əsl mətləbə girənmirlər. Girənmədiyi üçün çalışırlar ki, sifət yolu ilə, təvsif yolu ilə, mütəsəvvif, yəni hətta belə deyim, təsvir yolu ilə, zehni təsvir, nəqqaşi təsviri yox. O yolundan bunu sizə şey eləyərlər. İndi bunu deyəndə mani yadıma düşdü. Deyirlər, mani Fars peyğəmbərlərindən biri deyilir. Deyirlər, bu nəqqaşi üzərə, nəqqaşi çəkərmiş və fikrin nəqqaşi üzündə pərdəxanı elərmişlər. İndi də bu günlərə pərdəxanı olur. Bir dəfə fikirəm demişəm bunu qabaqçı dərslər, şeyləri oxuyanda, səfərləri oxuyanda. Amma diqqət buyurun. O zaman gərək tamam rəhlər olaydı. Ərz eləyim xidmətinizə, qələmlər olaydı. Çünki bu təsviri barmağı ilə kəsmirdi ki. Barmağı ilə də kəsəydi, düz çıxmazdı. Yəni istəyir bir dənə göz çəkə bu adam. Görün ki, bu gözün kirpikləri gərək ola, ya olmayın. Ya heç bəlkə kirpik qoymur, elə əli ilə bir dənə dairə çəkir, qoyur məsələn nöqtə. Və bunlardan da əsər qalmayıbdı. Bəllidir ki, bu da şey kimi, kuruş kimi və qax kimi yalandan bir şeydir. Tağı kəsra kimi bir yalancı bir şeydir. Bunlardan da bir əsər qalmayıbdı. Pəs mütəsəvvifə adı ilə ikiyə bölündülər. Hakimlər bir dəsi mütəkəllim oldu, bir dəsi də mütəsəvvif oldu. Mütəkəllim ləh cüz ilə yetəcəzza bölünməyən parçanı atom qəbul edərək Demokrit və Epiqur fəlsəfələrinə mütəsəvviflər də İskəndəriyyə filsufu Plotinin yeni əflatunculuk sisteminin mirasçıları olmuşdular. İndi mən dediyim əsərə bir işarə eləyir, amma geçərək deyir ki, dedik məşşai və işraqi. Məşşailər olur mütəkəllimlər hakimiyyət səthində. Bilirsiniz, məsələn, niyə dedi hakimiyyət? Diqqət buyurun. Səfəvilər mütəsəvvifdirlər. Onların qoşunları da sufidirlər, mütəsəvvifdirlər. Tamam. İndi bunları deyir ki, mütəkəllimu ləh, yəni onlar iki mütəkəllim deyirlər, fəlsəfəsinin dalsı, yəni məşşailər. Cüz ilə yetəcəzza. Mən bunu iştibah demişəm. Bu deyir ki, bunlar mütəqidirlər ki, mən dedim işraqilər bu cürdür. Yox, bu deyir ki, məşşailər bu cürdür. Mütəkəllimlər, yəni məşşailər mütəqidirlər. Cüz ilə yetəcəzza. Siz hər şeyi sındırsaz yetişər bir yerə ki, o sınılmaz. Yəni cüz ilə yetəcəzza. Yetişər kiçiklərin bir şeyə ki, zərriyə ki, o da bölünməz. Bölünməyən, yəni cüz ilə yetəcəzza türkçəsi olur
fəlsəfəyi bir lüğətdir. İslam fəlsəfəsində işlənir. İslamda da fəlsəfə yoxdur. Dinin tövcihi vardı. Dini tövcih eləmək elmi vardı. Ona da elə adına tövcih deyirlər. Təfsir də onun bir tərəfidir. Deyir ki, təfsir və tövcih İslamda ya həman mütəkəllimlər İslamda şeydirlər, bir siccədir. Siccənin o yüz bu yüzüdür. Bölünməyən parçanın, la yetəcəzanın türkçəsi bölünməyən parçanı qəbul etdilər. Deyir, məşailər ya mütəkəllimlər qəbul etdilər ki, hər nə qədər bir şeyi sındırırsan, sındır, yetişər ən sonunda bir kiçik bir şey ki də o sınmağa imkanı yoxdur. Yəni hər nə ilə bilirik ki, atomu da sındırdılar. Atomun da içində ayrı dünyalar vardı özünün. Necə ki, sellolu sındırdılar, jeni sındırdılar, jenin də içindən DNA-yi sındırdılar. DNA-yin içindəkiləri də sındırır bəşər bu günləri və onların içindən də ayrı bir şeylər tapır. Deyir ki, indi parçanı atom qəbul edərək, deyir, atomu qəbul etdilər. Məşailər və mütəkəllimlər atomu qəbul edirdilər ki, abi, atom var. Yəni, bir şey vardı ki, atom deməyək, çünki atom ərz elədim, sınır. Deyirlər, bir cüz ilə yetəcəzə var, bir şey var ki, parçalanmaz da, o sınmaz. Da, o yetişəcək, hər nə qədər sındırırsınız, sındırın, sonunda yetişəcəksə bir şeyə ki, o sınmayacaqdır. O birislər də, işraqilər də bunun tərsəsini düşünür bəs. Mən bunun tərsəsini demişdim, bu bunun tərsəsini düşünür bəs. Çox üzr istəyirəm ki, bu yanlışı mən burada apardım. Demokrit və Epikur fəlsəfələrinə deyir ki, o məşşailər və mütəkəllimlər Demokrit adlı və Epikur adlı bu filsufların fəlsəfələrinə etiqad tapdılar, ya onların davamçısı oldular. İndi diqqət buyurun, cəlibdir, bu Epikur və Demokritin fəlsəfələri dünyada işləmir. Əgər iştimə eləməsəm, Epikurun fəlsəfəsi bu günləri adı deyilir nə mənə? Hər şeyliği nə deyirlər fəlsəfədə? Anarşizm. Anarşizm. Məsələn, Epikur anarşizmə mötəqiddir. Anarşizm bu deyir ki, hər şeyliğə, bunu İranda bizə belə öyrətdiyi üçün dedim. Budur ki, deyir, ağa, dövlət yoxdur. Dövlət zülmüdür. Dövlət cairdir. Dövlət qeyri-məşrudur. Dövlət insanların haqqın öz mənfəətinə əlindən alar. Bunlar dövlətinə müxalifdirlər. Epikurçular, anarşistlər. Bir növ komünizmə yaxındılar. Sosializmə yaxındılar. Komünizm və sosializm və komünizmə yaxındılar. Əvvəl sosializm, ikinci mərhələdə komünizm. Amma bu nədən məsələn Əflatun və Ərəstunun fikri dünyanı aldı, Epikurun fikri yaddan çıxdı getdi və hər kəs ona tərəf getsə pis görünür və mücazat olunur, öldürülürlər. İlləti budur. Hər yerdəki dövlət və pul bir fikri himayə eləsə, o fikir ümumiləşər. Necə ki, din də o cürdür. Hər yerdəki dövlət bir dini himayə eləsə, onu əksər edir. Siz baxın, görün, Sasani dövrəsində neçə dəfə bir padişah gəlib ki, dini fərqlidir, qabaqçı dinçiləri öldürüb, taza dini yayıb. Hətta məsələn, dinləşik Sasani şahlarının bir gündə məsələn 60 min nəfəri başı üstə taxıblar neyziyə, aşağıdan adama neyzə soxublar, gəlib məsələn ağzından ya başından çıxıb eşiyə, asıblar göyə, ya da başı üstə quyuluyublar torpağa, o cürsü. Yəni başların quyulub torpağa, ayaqları qalıb göydə. Diqqət buyurun. Bu istədim onu deyəm ki, fəlsəfə bu günləri bəzi fəlsəfələr yaygındılar, amma insanlığa zərərli var. Bəzi fəlsəfələr yaygın deyirlər, insanlığa yaxşıdır. İlləti budur ki, o yaygın fəlsəfə hakimlərin və pulluların mənfəətini təmin elədiyi üçün hakimlər və pullular gücləri ilə onun dalısında dururdular, onu rəsmiləşdirirdilər, onu inkişaf elətdirdilər, o birisləri öldürürdülər. Necə ki, diqqət buyurun, bir dana taza bir misal vurum. Bilirsiniz, məsələn, 50 il bundan qabaq, hətta 100 il bundan qabaq mikrofon deyə
mikrofon səfəsi deyirlər, nə mənə səfəsi deyirlər. Səfə idi. Muzik zəbt eləmişlər üstünə, qoyurdular. Bu onu oxudurdu. Bir dana bir şeydi qoyurdular üstünə, o onu oxuyurdu, səs verirdi. Diqqət eləsəz, aynı CD-dir o. Yəni əgər 100 il bundan qabaq o səfələr çıxıblar, qramofon səfəsi, əgər iştibah eləməsəm adı qramofon idi. Qramofon səfəsi 100 il bundan qabaq çıxmışdı, 150 il bundan qabaq çıxmış, bəlkə 200 il bundan qabaq çıxmışdı. O səfələr CD-nin aynısıdır. CD də həman cür yazılır bu da. Amma CD bu günləri məsələn əşəyə ilə ya nə bilim səslə yazılır. O dəstgahın özünün üstünü cızırdı nazikdən. Görmürdük əlbəttə, biz əlimiz üçün saf görürdük. Bəli, indi o da bir şəkli deyil. Diqqət buyurun, görün ki, teknoloji pul sahibləri və güc sahibləri bu sənətçi CD olsaydı biz 150 il, 200 il təməddün gedərdi qabağa. Çünki CD 100 il sonra çıxdı da. İndi məsələn fərz edin 20-30 ilin CD-si, CD 10-15 ilin sözüdür, 20 ilin sözüdür. Yəni çox qədim söz deyil. Siz diqqət buyurun ki, bir belə zaman o pullular və güclülər bizi qoydular dalıya tarixdə. Ta biz bunu tərif etdik. Bunu tapandan sonra CD-yə gəldik. CD-dən gələndən sonra biz getdik kompüterin hard diskinə. Hard diskdən sonra getdik ciblərimizdə olan bu telefonların diskinə. Bunlarda indi görün, bunlar məsələn milyardlar bərabər birinci kompüterlər ya o səfələr ki oradadır. Milyardlar onca bu telefon kəlimizdədir, şey tutur. O səfələrcən tutur. Bunların istəyirəm fəqət misal vuram ki, baxın necə pul və güc eləyə bilər camiənin gəlişməsinin qabağını ala və onun suyun axıda bir ayrı yönə. Epiqur məsələn əgər fəlsəfəsi olsaydı, bəlkə bu günləri dünya bir ayrı dünya idi. Əslən hakimiyyətlər yox idi, adam öldürmək yox idi, dövlətlər yox idi, insanlar mərz üstündə savaşmırdılar, dil üstündə savaşmırdılar. Hər kəsin öz məntəqəsində özünün sahibi idi, işinin sahibi idi, gücünün sahibi idi. İnsaniyyət, hüquq-i bəşər daha inkişaf eləmişdi. İndi hüquq-i bəşərin 30 maddəsi var. O zaman o əgər olsaydı, görün ki, bu 4000 ildə, 5000 ildə bu hüquq-i bəşər nə qədər inkişaf etmiş olardı. Amma hakimlərin və pulluların dərdinə dəyməzdi. Çünki onda onlarla müxalif idi Epiqur. Hər halda bunda bir işarə elədim ki, biləsiniz ki, gəlişmənin, insan ictimaiyyatının gəlişməsinin qabağını necə alırlar. Mütəsəvviflər də, pəs mütəkəllimlər oldular, Demokrit və Epiqurun arxasıcan gedənlər, mütəsəvviflər də İskəndəriyyə filsufu Plotinin yeni əflatunculuk. Plotin, həman Əflatunun. Plotin, Əflatunun əsli adıdır. Plotinin, yəni ki, Əflatuncudular, gedəndilər. Sisteminin mirasçıları olmuşlar. O iki sistemlərin mirasçısı olmuşlar, almışlar. Fisagur, Fisagures ki demişik, onu deyir. Fisagurun Zenon və Zenonunun əsərlərini Fisagurun Zenonun əsərlərini çevirənlər, öyrədənlər də vardı. Deyir ki, Fisagures ki deyir, o Fisagurun və habelə Zenon adlı bir adamın əsərlərini, onlar da filsufdular, riyazidandılar, nəvənədilər, əsərlərini, yəni yazdıqlarını, fikirlərini, düşüncələrini çevirənlər, mütərcimlər, öyrədənlər, müəllimlər, öyrədənlər də vardı. Deyir, bunları da öyrədirdilər. Amma dediyim kimi, bunların müxalifələri çox olduğu üçün bunlar yaygın olmadılar. Bu sonuncu filsufun öğrencilerine rəvaqiyun, kəməl altıcıları adı verildi. Yəni Zenonun öğrencilerine, Zenonun sonuncu filsufun, yəni Zenonun öğrencilerine, onun öğrencilerine rəvaqiyun adı verildi. Nədir? Kəmər altıcıları. Bunlar kəmər bağlırmışlar, həmin nə bilim altıcıları, yəni qızıl kəmər bağlırmışlar, sarı, qırmızı kəmər bağlırmışlar. Nə mənə belə bir adı verildi, onların da adı. Muhyiddin Ərəbi, şeydir, adı ərəbdir, amma fikrim özü türkdür, fikir edirəm, bilmirəm, bəlkə də ərəbdir. Çox məşhur bir adamdır, buna görə də oxumuşuq, bunun şeyləri məşhurdur Sufiyyədə. Amma təəssüflə indi yadımda deyil ki, Muhyiddin Ərəbi türkdür ya ərəbdir.
Mühyiddin Ərəbinin Əyani Sabitə. Bir dənə kitabı var, onu Əyani Sabitə. Yəni nə mənə? Sabit örnəklər. Örnəklər, ülgülər. Əyani Sabitə mənim nəzərimə örnəklər məna olunmayacaq. Əyan yəni xaricdə olan, bizdən eşikdə olan hər şey ki, eşikdədir. Yəni fikrimizdə deyil, eşikdədir. İnsanın cismi, ağaçlar, güllər, hər nə mənə ki, eşikdədir. Bunlar əyani sabitədirlər, yəni eşikdə vücudları var. Bunlar sabit örnəklər Əflatunun ideyalarından başqa bir şey değildi. Deyir ki, Mühyiddin Ərəbinin kitabı ki yazmışdı Əyani Sabitə, deyir o Əflatunun ideya adında, ya idea, fikir, düşüncə. Deyir adında bir kitabı var idi, başqa bir şey yazmamış. Deyir onu dəqiqən elə onu fotokopi eləyib ora, biraz açıqlayıb. Ona deyirlər şərh təfsirdə. Metafizikdən başqa əxlaq, politika və idarəsi əməlləri də Ərəstudan alınmışdır. Deyir ki, İslam camiəsində metafizikdən başqa, metafizik yəni ağla, düşüncəyə, metafizik bu. Fizik hər şey ki cismidir, ona deyilir. Metafizik cismidən qeyri, yəni hər şey ki cism deyil. Yəni biz məsələn deyirəm, düşüncəmiz. Məsələn, İslamda ruhdan danışılır, ruh. Bunlar məsələn deyir ki, nədirlər? Metafizikdir, yəni cism deyil, qeyri cismidir. Beləsi gərəkməli, qeyri cismi bir şey. Başqa əxlaq politikaları, əxlaq elmi, politika, siyasət və idarəsi, yəni sistemi, idarə məmləkət, bir kənd, bir ev, bir şey, əməlləri də Ərəstudan alınmışdır. Deyir, bu cür bir şeylərdə əməllər də, elmlər ki, əmələ bağlıdır, onlar da Ərəstudan alınıbdır. Əxlaq-ı Nasiri adında yazılan kitab, Əxlaq-ı Cəlali adında yazılan kitab, Əxlaq-ı Əlayi kimi kitablar da, Əxlaq-ı Əlayi də bir kitabdır. Bunlara kitablar da, kitablar genəlliklə, ümumiyyətlə əxlaq, politika, ev idarəsi bölümlərinə ayrılır. Deyir ki, bu cür kitablar da genəlliklə, ümumilikdə əxlaqa, siyasətə, ev idarəsinə, evi nə cür müdiriyyət eləyək ona, bu cür bölümlərinə ayrılır. Bölünürlər, ayrılır, bölünür. Və hamısı da Ərəstunu təqlid edərək yazmışdır. Deyir, bunları da yazanların hamısı Ərəstudan təqlid ediblər. Əziz dostlar, 44-cü səhifəyə yetişdim. Çox sevindim ki, bu günləri bir səfə oxudum. Və umaram ki, sizlər də başlayasınız, bir səfələr kitablarınızdan oxuyasınız, bir kitab sevdiyiniz kitabdan. Və biz bir nehzət yaradaq, o nehzətdə biz online şəbəkələri kitablarla dolu eləyək. Fikir bazarına girək. Biz millətimizi fikirlərlə, kitablarla qənilədək. Əvvəldə dedim, deyimlikdən çıxadaq, sulu bir eləyək. Su çəkək bu zəmilərə. Bilirsiniz, bu çölə su çəkməliyik. Çay axır, kitablar çaydır. O çayı gərək ərx eləyib gətirib bu millətin içinə getirdək, milləti suvaraq. Ta millətimiz yekəlsin, fikri, düşüncəsi və ağac versin, meyvə versin, ağaçlasın, dünyaya kölgə sala bilsin. Heç millət Osmanlı əgər dünyanın bir çoxunu almışdı, buna görə ki, insanları bu qədər, dedim, fikir suyu vermişdi ki, bu insanlar eləyə bilirdilər ki, dünyanı müdiriyyət eləyərlər. Sağ olun, sağ qalın, görüşmək üzərə, hələlik.